Uşaqlar, bu günlərin biz hansı təcrübəni aparırıq? Maddələrin suda həll olmasına temperaturun təsiri mövzusunda bir təcrübə aparırıq. Bizim üçün bizə nə lazımdır? Biz burada 2 çirtik qənd, qaşıq, 1 stəkan soyuq su, 1 stəkan da isti su gətirdik. İndi biz deyirik ki, maddələrin temperaturdan təsiri odur ki, temperatur artdıqca maddənin suda həll olma sürəti də artır. Bunu səhərlər siz özünüz şirin çay hazırlayanda da müşahidə edirsiniz. Gəlin, eyni zamanda qaşıq götürün əlinizə, birini sərəz birini. Eyni vaxtda qəndi atıram. Buna da. Gəlin, bu soyuq sudur. Bu qaynar su. Gəlin görək hansı tez həll olacaq. Suyu tökmə bir dənə. Gəlin ki, tərsinə qarışdırar bunu. Bu balaca stəkandır. Al bununla qarışdır. Belə qarışdır. Ne böylesiniz? Görək hansı tez. Erdi. Aydan çözdü. İsti su tökərdi. Yox oldu. Uşaqlar baxın. İsti suda olan qənd burada krışkada olduğuna görə görünmür. Ərmir. Amma bunu bayaqdan O ürək vurdu. qənd hələ də əriməyibdir. Bu o deməkdir ki, bizim sadə təcrübəmizdə nə nəticəyə gəldik? İsti suda əriməsi, soğuk suda əriməsi Daha tezdir. Daha tez. Maddələr suda həll olması da. Bəli.